Azərbaycan kubokuna son 3 gün 7-nin yarısı çəkir. 68-500 deyə, çünki 5 kilo aşağı göstərir bu tərəzi. Karşı hazırlığımın ən aşağı çəkisinə gəlib çatdım. Sabahdan karbohidratları yükləməyə başlayırıq. Bugün bu yarışda olan sıfır karbohidrat gedəcəyim son gündür və ardıcıl 3-cü gündür. Buna baxmayaraq ayaq idmanımızı atacağıq. Saat 10-a qalır, şu an tamam ağrısı başlayacaq. Günə tez başlamışam ki, suyu tez bitirə bilir. O çoxumuzun yanımızda su yükləməsində olduğumuz üçün Allahdan xeyirlisi, sabahdan karbohidratlarımızı yükələyəcəyik. Bazar günündə səhnədə. Allah çəkdiyimiz əziyyətləri inşallah ki, yerdə qoymaz. Bu arada bəli, yorğun ola bilərik, amma təslim ola bilmərik. Əgər böyük hədəflərin varsa, zaten yorğunluq səni durdura bilməz. Tamam. Günün ikinci yeməyini indi yiyəcəm, amma mən 7-ci litri artıq bitirdim demək olar ki, suyun. İdmanım etdi, tələbələrin idmanını keçdim. Yollanacağıq müəllimimizin yanına. Yeməyimizi də yiyib zaldan çıxdıq. İndi gedirik İtaliya müəllimin yanına. Bir formamıza baxsın. Üstündə əziyyəti çoxdur həqiqətən. Allah razı olsun ondan. Dəstək olur mənə. Formamı İtaliya müəllimə göstərdim. Baxdı, fikirlərini alaq. Müəllim, sağ olsun. Şükür Allah forman yaxşıdır. Bir təqribi keçən ildən nəzərən hardasa 4-5 kilo fərq vardı əzəl gündəndə. Bu qədər su yükləməsinə baxmayaraq da yaxşı görsəniz. İnşallah yükləmə sonrası yaxşı bir nəticə gələcək. İnşallah. Yükləmə üçün sabah xinepsilərini aldım. Evə gedim, yeməyimi yiyeyim. Şimdi də bununla da bitirəcəm. Video bu qədər. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm.